Amerika Birləşmiş Ştatları Konqresinin azadlığa dəstək aktına 1992-ci ildə əlavə etdiyi 907-ci düzəliş Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırdı. Rəsmi Bakı uzun illər bu qərarın ölkənin işğala məruz qaldığı dövrdə qəbul edilməsini ədalətsiz və ikili standartların təzahürü kimi qiymətləndirib. Son 30 ildə isə regionun geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan enerji təhlükəsizliyi, orta dəhliz və regional əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi mövqeyini gücləndirib. Bu da ABŞ ilə münasibətlərdə yeni əməkdaşlıq imkanları yaradıb. Amerika Birləşmiş Ştatlarında Donald Trump'ın ev sahibliyi və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması istiqamətində mühüm görüş keçirilmişdir. Və həmin bu görüşdə də 907-ci düzəlişin dəyişdirilməsi haqqında qərar qəbul olunmuşdur. Təbii ki, bu Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişaf baxımından çox mühüm mütərəqqi bir addım idi. Trump'ın hakimiyyət dövründə bu kimi qərarların verilməsi, yəni 907-ci düzəlişin dayandırılması ilə bağlı və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində işlərin həyata keçirilməsi. Xüsusilə qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Pence'in Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq xartiyasının imzalanması iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə qədər gətirib çıxarır. 907-ci düzəlişin mümkün ləğvi enerji, investisiya, nəqliyyat, logistika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yarada bilər. Bu baxımdan iki ölkə arasında münasibətlər də qarşılıqlı maraqlara əsaslanan yeni mərhələ kimi qiymətləndirilir. Azərbaycan bildiyimiz kimi regionda yeni geosiyasi reallıqlar yaradıbdır. Təbii ki, bu istər qərb ölkələrinin və istərsə də Amerika Birləşmiş Ştatlarının da diqqətini cəlb edən məsələlərdir. Çünki cənab prezidentin həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasi kurs Azərbaycanın strateji çəkisini dünya miqyasında artırmışdır. Təbii ki, bu həm Amerika Birləşmiş Ştatları, həm qərb ölkələrinin, həm də digər mühüm aktorları diqqətini cəlb edir. Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev vurğulayıb ki, 907-ci düzəliş Azərbaycana qarşı qəbul edilmiş ədalətsiz qərardır. Artıq köhnəlib və tamamilə ləğv olunmalıdır. Dövlət başçısı çıxışında ABŞ Prezidenti Donald Trump administrasiyası ilə münasibətlərə də toxunaraq qeyd edib ki, hazırda Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədədir və Trump administrasiyası ilə əməkdaşlıq uğurla inkişaf edir. Əgər siz ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəlsəniz, mən deyə bilərəm ki, bu münasibətlər çox əladır. Hətta qeyd edərdim ki, bunlar strateji tərəfdaşlıq səviyyəsindən qaldırılıbdır. Mənim Prezident Trumpla tarixi görüşümüz ötən ilin avqustunda Vaşinqtonda baş tutdu. Daha sonra isə yanvar ayında, bu ilin yanvar ayında Davosda biz yenidən görüşdük və onlar bizi Sülh Şurasının məhz təsis edici bir üzvü kimi də Azərbaycan dəvət edilir və Prezident Trump onun qurucusudur. Daha sonra isə vitse-prezident Pence Azərbaycana səfər etdi, bir strateji tərəfdaşlığın qurulması ilə bağlı bəyannaməyə imza atdı. Bir çox digər meyarlar nümayiş etdirir ki, bizim münasibətlər hal-hazırda pik səviyyəsindədir. Samik Nuriyev, Elşən Məhərrəmov, İlqar Məmmədov, NTV Xəbər.